Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər. Mərkəzdə təşkil olunan tədbir çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi, həmçinin təlimçi və benefisiarların duluzçuluq, xalçaçılıq və təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış oldular. Mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə müxtəlif istiqamətlərdə təlim və məşğələlərin təşkil olunması barədə məlumat verildi. Eyni zamanda benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar. Bildirildi ki, mərkəz və onun İsmayıllı və Bərdədə yerləşən Dost evi filiallarında ümumilikdə 700-dən çox şəxsə xidmətlər göstərilib. Hal-hazırda isə 200-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlimlərə cəlb olunmaqla onların şəxsi və peşə bacarıqlarının inkişafına dəstək göstərilir. Daha sonra 5 may xalçaçı günü münasibəti ilə hazırlanmış İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olundu. Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını dinlədilər. Qonaqlar həmçinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının təqdim etdiyi inklüziv konsert proqramını da izlədilər. Tədbirin sonunda Aidiya könüllülərinin iştirakı ilə mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı hesab olunur. Natiq Çıraqzadə, Vüqar Həsənov, ASTV Xəbər.